Artıq çeşidlərin çoxluğu və elə adına layiq xidmətinə görə bir çoxların sevilməsinə çevrilən Rahat Marketlər şəbəkəsi maraqlı lotereya keçirib. 25 manatlıq alış-veriş etdilər, 16 min manatlıq avtomobil qazandılar. Alıcılara elə adına layiq xidməti təklif edən Rahat Marketlər şəbəkəsi möhtəşəm lotereya oyunu keçirdi. Qaliblər 2 ədəd avtomobil və müxtəlif məişət əşyaları qazandılar. Keçən ilin sonlarından Rahat Marketlərdən 25 manatdan yuxarı alış-veriş edən hər kəs burada iştirak edirdi. Kuponlar fırlanan çarxa töküldü və yaxşıca qarışdırıldı. Həyəcanlı dəqiqələrdən sonra ilk avtomobilin sahibi bəlli oldu. Bu 23.795 saylı lotereya biletinin sahibi Elşən Nadirov idi. İkinci avtomobilin sahibəsi isə 18.865 saylı biletin sahibəsi Ətrafə Mehdiyev oldu. Əladır, çox. Heç inanırdım maşın olacaq var. Əslində inanmırdım, amma demək ki, sürpriz oldu. Bundan sonra hardan alış-veriş eləyəsən? Hər zaman olduğu kimi Rahat Marketdə. Bundan sonra hardan alış-veriş eləyəsən? Biz oradan eləyirik həmişə. Oradan hardan? Rahat Marketdə. Avtomobil qazandığını eşidənlər qulaqlarına inanmadı və bunu sadəcə bir zarafat kimi başa düşdülər. Siz paltaryan udmamışsınız, avtomobil udmuşsunuz, avtomobil. Digər hədiyyələr də elə bu avtomobillər kimi sahiblərini tapdı. Siz də Rahat Marketə gəlin, həm alış-veriş edin, həm də sevinin.